Salam dəyərli izləyicilər. Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Gəlin bu günləri transkranial maqnit stimulyasiya haqqında danışaq. Qısacası TMS. TMS nədir? TMS beyinə maqnit impulsları ötürərək müalicə üsuludur. FDA tərəfindən təsdiqlənmiş bir üsuldur və neyronlar arası əlaqəni tənzimləyərək xəstəliyinizi müalicə etmiş olur. Bəzi hallarda TMS yalnız beyinə yox, onurğa beyninə də tətbiq oluna bilir. Hansı xəstəliklərdə biz bundan istifadə edirik? Depressiya, obsessiv-kompulsiv pozuntu, miqren, 15 ilin altında siqaret asılılığı, insultdan sonraki vəziyyət, miyelit, autizm, yəni qısacası 20-dən çox nevroloji və psixiatri xəstəliklərin müalicəsində istifadə olunur. Prosedur necə aparılır? İlk növbədə neyromodulyasiya mütəxəssisinin qəbuluna gəlirsiniz. O sizin xəstəliyinizin nə olduğunu aydınlaşdırır və daha sonra sizə görə bir proqram tərtib edir. Və bu proqram tərtib olunduqdan sonra rahat bir kresloda əyləşirsiniz. Başınızın saçlı dərisinə maqnit sarğısı adlandırdığımız bir başlıq yerləşdirilir. Bu arada bu qeyri-invaziv bir metoddur, yəni cərrahi müdaxilə tələb etməyən bir metoddur və proqrama start verilir. Proqramın müddəti, seansların sayı xəstəliyinizə və xəstəliyinizin şiddətinə görə dəyişə bilər. TMS zərərlidirmi? Xeyr, qətiyyən zərərsizdir. Hətta o dərəcədə zərərsizdir ki, hamilələrə və uşaqlara tətbiq oluna bilər. Əks göstərişi varmı? Bəzi hallarda bəzi epileptik tutmalarda TMS əks göstəriş ola bilər, hərçənd ki, bəzi epileptik tutmaların müalicəsində istifadə olunur TMS. Eyni zamanda da kardiostimulator, koklear implant və qəlbə yaraları buna əks göstəriş ola bilər. Yan təsirləri varmı? TMS-in birinci, ikinci seanslarında yüngül baş ağrı hiss edə bilərsiniz. Üzdə gizilti və yaxud da ki, başın prosedur tətbiq olunan hissəsində gizilti hiss edə bilərsiniz. Lakin 1-2 seans sonra bu yan təsirlər tamamilə çəkilib gedir. TMS kimlərə uyğundur? Dərmandan istifadə etmək istəməyən insanlara, dərmandan xeyir görməyən insanlara, xroniki xəstəliyi olub, ona çox dərman təyin edə bilmədiyimiz halda TMS terapiya tətbiq oluna bilər və yaxud da ki, dərmanların təsirini gücləndirmək üçün TMS terapiya tətbiq oluna bilər. Yəni, qısacası dərmanların sözünün bitdiyi yerdə TMS terapiya devrəyə girir. Mövzu ilə bağlı suallarınızı şərhlərdə yaza bilərsiniz, hamısı cavablandırılacaq və daha çox nevroloji xəstəliklərə bağlı və nevroloji prosedurlara bağlı məlumat əldə etmək üçün kanalıma abunə ola bilərsiniz.